Bəzi insanlar deyib başqalarına ki, sən narahat olma, mən cavab verəcəm Allaha. Siz bizə qulaq asın, biz cavab verəcəyik, narahat olma. Halbuki cavab verə bilməyəcəksən sən. Deyir, o insan ki, günahla ağırlaşıb, intəd'u musqalatun. Nə istəyəcək? Yalvaracaq yanında olana ki, kömək elə, mən bu yükümdən götür. Ağırlaşmışam bu günahlarla, götür mən bu yükümdən, ağırlığımdan azalsın. Vələv kənə zə qurba ayənin axırı odur deyib, qoxumuzu olsa belə götürməz. Çünki bilir ki, onun ağırlığı nədir? Heç kəsin yükünü götürməz. Bu dünyada deyirdi, mən daşıyaram. O dünyada deyir ki, mənim yükümü daşı. Bu nə sənliyi deyil. Ona görə Allahın bu boyda iddia eləməyi, bu boyda cürət eləməyi, dayanmaq bir nəfərin qabağında ki, sən narahat olma, mən cavab verirsən, cavab verəməyəcəksən. Cavab vermək qüdrətində deyilsən. Sən necə cavab verirsən ona ki? Allah ondan istəyib, sənə deməyib ki, onun əməlini.